Hadisə gecə saat 2 radələrində Qara Məryəm İsmayıllı Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib. Belə ki, 44 yaşlı Şəki şəhər sakini Təvəkkül Şirəliyev idarə etdiyi Mercedes markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sol kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü Təvəkkül Şirəliyev, avtomobildə olan sərnişinlər, sürücünün oğlu 9 yaşlı Kənan Təvəkküloğlu Şirəlizadə və az yaşlının xalası oğlu 15 yaşlı Fəqan Şahinoğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü Təvəkkül Şirəliyevin həyatını xilas etməyi mümkün olmayıb. Meyit tibbi ekspertiza üçün təşrihi bölməyə təhvil verilib. Digər şəxs həmin xəstənin deməli oğlu 2016-cı il təvəllüdlü uşaq. Hal-hazırda onun da vəziyyəti çox ağır olaraq qiymətləndirilir. Müştərək travma, ağır açıq kəllə beyin travması, ağır dərəcəli beyin əziyi diaqnozu ilə Şəki rayon mərkəzi xəstəxanasının publik hüquqi şəxsin reanimasiya şöbəsində reanimasyon tədbirlər və intensiv terapiya tədbirləri müalicədədir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.